Dadam voy. Ne eşya keçdik. Bala bu nəsə xarabdır deyəsən. Buna gəl bax görün bu nə olub? Ekran zat qaraldı. Ha bu qızın baş xarab olub. İt çağırarıq düzəldər, narahat olma. İt nədir? Bu nəsə səhv. Hə, salam əziz izləyicilər. Vallahi məni qınamayın. Qardaş bizim dövrdə də it desəydilər, heç kim heç nə başa düşməzdi. Bu gün it deyəndə, kompüter, planşet, süni intellekt nədir? Bulut texnologiyası başa düşülür. Bulut deyəndə biz başımızı belə qaldırırdıq, göydə bulut görürdük. İndikilər deyir sənət buluddadır. Ay bala, buludda da sənət olar. Əvvəl məktub yazardıq. Qarşı tərəfdən bir aydan sonra cavab gələrdi. İndikilər oturub bu telefonda robotdan dərdləşir. Bu robotla da dərdləşmək olar. Parol, şifrə. Ay qardaş, bizim dövrümüzdə parol bir dənə ağsaqqalın sözü idi. Qayıdıb bizə deyərdi ki, ay bala, bunu etmə, biabır olarsan. İndiki dövrdə 15 dənə bir şeyin parolu var. Parolu itirəndən sonra başlayırsan parolu bərpa et düyməsini basmağa. Bala, bir də bu haçkerlər var. Daha düz dedim, haçkerlər var. Bu bizim vaxtımızda bu haçker zad yox idi. Oğru o adama deyərdilər ki, oğru dəyirmanca haranı qopardın. İndikilər də oturub evdə bir dənə düyməyə basır haçkerlər. Bütün dünya bankını qarışdırır. Ki, bizim vaxtımızda mağazindən sok oğurlayanda daşqalaq eləyirdilər bizi. İndikilər heç siqnal da vermir. Ona görə də bala, bu IT işi məndə alınsa, mən də özümə bir robot düzəldəcəm. Adını da qoyacağım zaman bot. Qoy, tutun əlimdən gedək zamana səyahət eləyək. Bu keçmiş zaman, mən gələcək budur. Getdik keçmişə, bu Wi-Fi zətdə qoyacağım cibimə. Hamıya telefon, internet paylayacağım. Qoy, ham Wi-Fi'yə girsin, o seyirli xalatdakı demişkən. Vay, şeytan ərəbəsi. Vay, şeytan arabası! Onda da bu kəndin cəmaatına deyəcəm ki, zaman dayda zamana uydu. Ay bala, vay qızım, bu mənə yazdıqların gəlmədi. Gəlsən bunu düzəltsin də, bu xəbərlərə zədə baxa bilmədim. Vay qızım. Vay.